Azərbaycan Respublikasının ərazisi Şərqi Avropa və Ərəbistan litosfer havalarının toqquşma zonasında yerləşir. Ərazi bütövlükdə Alp-Himalay qırşıqlıq zonasına daxildir. 5 iri tektonik zonaya ayrılır. Birinci tektonik zona Ön Qafqaz çökmə zonası. Ön Qafqaz çökmə zonasına daxil olan ərazilər Qusar maili düzənliyinin bir hissəsi, Şollar düzü, Samur Dəvəçi ovalığı. İkinci yerdə Böyük Qafqaz tektonik qalxma zonası. Böyük Qafqaz tektonik qalxma zonasına Böyük Qafqazın cənub yamacı, Abşeron, Qobustan, Qusar maili düzənliyinin bir hissəsi və Böyük Qafqazın şimal-şərq yamacı. Üçüncü yerdə Kür çökəkliyi zonası. Kür çökəkliyi zonasına Qanıqəyri çayı, Ceyrançöl, Acınoğul, Alçaq dağlığı, Kür-Araz ovalığı və Lənkəran ovalığı. Kiçik Qafqaz qalxma zonasına Kiçik Qafqaz dağları, Naxçıvanın dağlıq hissələri və Talış dağları aiddir. Beşinci isə Arazboyu çökəkliyi. Arazboyu çökəkliyə Naxçıvanın Arazboyu maili düzənlikləri aiddir.